Gün PBL metodu ilə bağlı tələbələrin fikirlərini öyrənəcəyik. PBL metodu sizin öyrənmə metodunuza və dərslərə yanaşmanıza necə təsir göstərdi? Əvvəllər mühazirə üsulu ilə keçirilən dərslərdə daha çox nəzəri biliklərlə kifayətlənirdik. PBL metodunda isə real iş həyatına daha yaxın təcrübələr qazanırıq. Həmçinin kollektivlə işləmək bacarığımız təkmilləşir. PBL metodu sizin öyrənmə metodunuza və dərslərə yanaşmanıza necə təsir göstərdi? Bu yeni metod vasitəsilə əminliklə deyə bilərəm ki, dərslərimiz daha çox interaktiv keçir və həmçinin dərs prosesi ərzində individual və korporativ yanaşmamız olduqca inkişaf etdi. Müəllimin dəstəyi ilə də düşünürəm ki, daha çox bacarıqlarımız ortaya çıxacaq və bunu gələcəyi iş prosesində də göstərə biləcəyik. PBL metodu sizin öyrənmə metodunuza və dərslərə yanaşmanıza necə təsir göstərdi? PBL metodu bizə real təcrübələr qazandırdı. Belə ki, PBL dərs metodu problem əsaslı öyrənmədir və biz problem əsaslı öyrənərək gələcəkdə işlərimizi verərkən qrup olaraq bunları necə həll edə bilərik, necə təqdim edə bilərik, bunların hər birini təcrübə olaraq qazanmış olduq. Düşünürəm ki, bu tələbələrin inkişaf etməsində çox yaxşı bir metoddur. Метод PBL сделал наши занятия не просто интерактивными и ориентированы на практику, он также помогал нам изучать информацию, которую мы не знали до сих пор. То есть, кроме просто пассивного усвоения информации, мы также занимались анализом информации и далее решали проблему ту или иную. И в итоге мы занимались макетами, визуализацией будущих трендов моды. И кроме этого мы учились не просто креативному мышлению, но также работе в команде, что в будущем нам очень сильно поможет. В целом очень хорошая система. Она развивает критическое мышление, и это вообще в целом очень хорошо для ребят. Потому что, условно, по старой методологии нам приходилось делать что-то именно как роботы. А сейчас нам приходится мыслить, думать и решать проблемы, которые нам задают. PBL metodu mənə müsbət təsir göstərdi. Normal ənənəvi dərslərdən, yəni mühazirələrdən sadəcə deyək ki, daha çox nəzəri biliklərə yönəlirdik. Amma PBL metodu sayəsində daha çox praktiki oldu və komanda işlərinə layihələr eləməyə başladıq və bu layihələr real dünya problemləri olduğu üçün analiz qabiliyyətimizi, bacarıqlarımızı artırdıq. Daha sonra axtarış bacarıqlarımızı, research işlərimizi artırdıq. Yəni bu sayəsində daha çox bu tərəfdən müsbət təsir göstərdi. PBL metodu sizin dərsləri öyrənmə metodunuza və dərslərə yanaşmanıza necə təsir göstərdi? PBL metodu bizim özümüzü düzgün və açıq şəkildə ifadə etməyimizə, qrupca işləməyimizə, həmçinin də tədqiqat aparmağımıza çox kömək oldu. Belə ki, biz PBL metodu ilə artıq daha çox inkişaf elədik, dərslərə daha ciddi yanaşmağa, daha maraqla yanaşmağa başladıq.